Qafqaz Taekwondo klubu 2003-cü ildən yaranmışdı. Hal-hazırda 4 komandamız var. Qafqazın əsas mərkəzi Taekwondo Federasiyasında yerləşir. İkinci klubumuz yerləşir 9-cu mikrorayonda. Üçüncü və dördüncü klublarımız yerləşir Zirə və Pirallahı adasında yerləşir. Qafqaz Taekwondo klubunda ən kiçik yaş qrupu 4 yaşından var. Ən maksimal yaş həddi isə hal-hazırda idmançılarımızdan 22-23 yaşında olan idmançılarımız var ki, hal-hazırda onlar da yığma komandada döyüşürlər. Bizim komandadan milli komandaya 10 idmançı daxil olmuşdur. Mən Osmanova Səmərruh, Qafqaz Taekwondo klubunu təmsil edirəm və böyüklərdən ibarət milli yığma komandanın üzvüyəm. 13 yaşımdan taekwondo ilə məşğul oluram. Mən Aslanov Qasım, 2008-dən Qafqaz Taekwondo klubunu təmsil edirəm. Bu müddət ərzində 2 dəfə ölkə birincisi olmuşam, klublar arası Avropa ikincisi olmuşam və bir neçə il yığma komandanın üzvü olmuşam. Artıq idmançı kimi karyeramı sonlandırmışam və Qafqaz Taekwondo klubunda məşqçi kimi fəaliyyət göstərirəm. Dekabr ayında keçirilən böyüklər arasında Respublika çempionatında çempion oldum. Ardınca Belçikada keçirilən Belçika Open turnirində 3-cü yerə layiq görüldüm. Əsas hədəfimiz bütün yetərincəsə nailiyyətlər vermişik. Avropa çempionu, dünya çempionu vermişik. Sadəcə böyüklərdə, yəni kişilər və qadınlar arasında hədəfimiz odur ki, olimpiya çempionu verək. İnşallah ki, ona da nail olarıq.